Salam. 9-cu siniflər üçün olan 20 variantlı sınav imtahanının 15-ci baxırıq. Listenerlə başlayırıq. Qulaq asırsınız. Əgər ehtiyac olarsa videonu dayandırıb bir də qulaq asın. Biz vaxt itirmədən başlayaq. Unit 15. Listen to the passage and answer the questions from 1 to 4. A tsunami is one of the most dangerous disasters caused by the ocean. It consists of series of large ocean waves. A tsunami is usually caused by an underwater earthquake or volcanic eruption or landslide. It doesn't happen very often. A tsunami can also be caused by a meteorite falling into the ocean. The waves of tsunami can be as high as 100 feet. Tsunami is a Japanese word, as Japan is an island country and is struck often by tsunamis. Another word used for a tsunami is killer waves. The first wave of a tsunami is weaker than the waves that come afterward. Tsunami waves can cause enormous damage. These waves can destroy boats, buildings, cars, bridges, trees, and almost everything in their way. The most devastating tsunami happened in 2004 in the Indian Ocean. The deadly waves of this tsunami struck 14 countries, and the worst damage was caused in Indonesia. Baxırıq suallarımıza. Bircə dəqiqə. Choose the correct answer to the question according to the passage. Why was tsunami called killer waves? Niyə tsunamilər dalğaları öldürən adlanır? Variantlara baxaq. Because it happens very often. Çünki tez baş verir. Xeyr. Because it can be high as 100 feet. 100 feetlik hündürlüyə qalxa bilir. Yox. Because it can destroy in extraordinary great size. Çünki o həddindən çox böyük ölçüdə dağıntılar ola bilər. Because it caused by earthquake, landslide, zəlzələ nəticəsində yaranıb. Yox, because it can only harm people, ancaq insanlara ziyan verə bilər. İkinci suala baxırıq. The waves of tsunami. Tsunami dalğaları are very weak, çox zəifdir. Yox, heç siz Azərbaycan dilində, Azərbaycanda da tsunami haqqında Azərbaycan dilində də məlumatınız olarsa, mətni başa düşməsəz də yaza bilərsiniz bunları. Can destroy cars, buildings, bridges, bəli, maşınları, bridge, körpüləri, binaları dağıdır. Can be as low as 100 meters, 100 metrdən aşağı olur. Yox, struck only Japan in 2004, yalnız Yaponiyada olub. Yox, did no harm to Indonesia in 2004. Xeyr. What's the passage mainly about? Mətn nə haqqında idi? A disaster caused by ocean. Bəli, okean tərəfindən olan fəlakət. Oy, harfla gedib qeyd elədik. Bircə dəqiqə. Volcanic eruption, volcanic eruption, püskürmək. Yox. Large and low ocean waves, böyük və alçaq okean dalğaları. An island country, ada ölkəsi. The damage in Indonesia, İndoneziyada olan damage. Decide whether the statements are true or false. Səhv yaxud da düz olduğuna baxırıq. Tsunami only can happen by a meteorite falling into the ocean. Tsunami yalnız okeana meteoritin düşməsi ilə yaranır. Səhvdir. The first wave of a tsunami is as strong as the others. Tsunami dalğalar, ilk dalğası digərləri kimi güclü olur. Yox, əvvəlcə yavaş gəlir, sonra güclənir. Bir dəqiqə davamını qaldırım. The waves of tsunami can destroy everything on their way. Bəli, yolundakı hər şeyi zədələndirə bilir, damage verə bilir. The tsunami which happened in the Indian Ocean damaged 14 countries. 14 ölkədə
Hind okeanında baş verən tsunami 14 ölkəyə ziyan vurmuşdu. Bəli. 5-ci suala baxaq. For the attention of all people who love cooking and eating foods. Yemək və bişirməyi xoşlayan insanların diqqətinə. We have our International Cuisine Festival this weekend. Bu həftə sonu bizim beynəlxalq kuzin festivalımız var. There are global flavors from Thai curries to Italian pastas in this festival. Please don't miss this. Global dadlar olacaq. Thai yeməklərindən İtalyan pastalarına kimi. Zəhmət olmasa bunu qaçırmayın. Choose a correct variant. Düzgün variant. C3. The people who prefer different flavors miss the festival. Müxtəlif flavor dadları üstün tutan insanlar festivala gəlməsinlər, yəni festivalı buraxsınlar, qaçırsınlar və s. The festival advertises only Italian cuisine and Thai curries. İtaliya kuzin yeməyini və yalnız Thai currylərini elan edir, yalnız yox. Burada deyir ki, yəni bunlardan buna qədər bütün yeməklər var. The people who took part in the festival approve the meals. Yeməkləri mütləq bəyənməlidir deyə bir şey yoxdur. The festival wants to advertise cuisine from different kitchen. Bəli, müxtəlif mətbəxlərdən yeməklər olacaq. The International Cuisine Festival will take place in Italy. Beynəlxalq Kuzin Festivalı İtaliyada baş verəcək. 6-cı suala baxırıq. Calling all people who prefer reading. Oxuya bilən insanlar, oxumağı üstün tutan insanlar zəng edəcək. Our annual book fair advertises a wide selection of genres for all ages. Book fair elanı bütün yaşlardan, bütün janrları əhatə edir. You will also meet local authors and discover your next favorite book. Siz həm də yerli müəlliflərlə görüşəcəksiniz və sevimli kitabınızı kəşf edəcəksiniz. Join a world of imagination and storytelling. Dünyanın təsəvvür və storytelling, hekayə söyləmələrinə qoşulun. Choose the correct variant. Düzgün variant C3. The book fair wants to people find out their authors. Öz müəlliflərini tapmağı. Bu nə idi? Öz müəlliflərini tapmaq istəyir, yox. People who love reading advertise their favorite genres. Öz sevimli janrlarında oxumaq istəyən insanlar, yox. A wide selection of genres was chosen by elderly. Yalnız böyük insanlar yox, deyir, bütün yaşlarda ola bilər. The book fair takes place almost every month. Demək olar ki, hər ay baş verir. Yox. The book fair introduces different kinds of genres to people. Bəli, müxtəlif janrları təqdim edir. 7-ci suala baxırıq. Attention adventures. Macəraçıların diqqətinə. Join our outdoor adventure club for some activities such as hiking, camping, boating, etc. Çöl macəra klublarına, bəzi aktivitelərə qoşulun. Məsələn, hiking, camping, boating kimi. Explore the great outdoors, make new friends and create unforgettable memories. Böyük çöl geyimləri, çöl oyunlarını kəşf edin, dostlar qazanın, unudulmaz xatirələr yaradın. Let's adventure begin. İcazə verin, macəra başlasın. Choose the incorrect variant. Səhv olan cavabı axtarırıq. The people are invited to explore the nature. Bəli, insanlar təbiəti kəşf etmək üçün dəvət olunurdu. The adventurers criticize their great outdoor. Niyə criticize etsin ki? Niyə tənqid etsin ki? Səhv istəyir. The members of the club want to make friends with others. Klubun üzvləri başqalarıyla dost ola bilərlər, düzgündür. The club wants people to be the member of the club. Klub insanları klubun member olmağa, üzv olmağa dəvət edir, istəyir. The members of the club invite people to work with them outdoors. Onlarla çöldə oynamağa dəvət edir. Səhv axtarırdıq. Mətnə baxırıq. Nature is one of the great blessings for human life. Təbiət insan həyatı üçün bir bəxşişdir, blessingdir. Numerous poets, writers, artists have created poems and stories in the glory of nature. Yüzlərlə saysız hesabsız şairlər, yazıçılar, rəssamlar, poemalar, hekayələr yaratmışdır təbiətin şərəfinə. They truly valued nature was reflected in their works even today. Hətta bugünə qədər onlar təbiəti
təbiəti əks etdirirlər. Essentially, nature is everything we are surrounded by, like the water we drink, the air we breathe, and more. Həqiqətən də təbiət bizi əhatə edənlərdir, içdiyimiz sudur, aldığımız nəfəsdir və daha artıq. It is rich and exciting and consists of both living and non-living things. Bu çox varlıdır və həyəcanlıdır, zəngindir. Həm yaşayan livinglər üçün, canlılar üçün, həm də cansızlar üçün. Nature has existed long before humans and ever since it has taken care of mankind. Təbiət bəşəriyyətdən əvvəl olmuşdur və onun qarşısına qalır. In other words, it offers us protection against all kinds of damages and harms. Başqa bir sözlə, bu zərər ziyanları qorumağı bizə təklif edir. Survival of mankind without nature is impossible. Bəşəriyyət təbiətsiz olması, mövcud olması mümkün deyil. We fulfill our healthy lifestyle by eating and drinking what nature gives us. Təbiətin bizə verdiyi ilə biz yeyib içirik və sağlam həyat tərzini yerinə yetiririk. It provides us with water and food. O bizi su və qida ilə təmin edir. Rainfall and sunshine, the two most important elements to survive, are developed from nature itself. Yağışın damcısı və günəşin parlaqlığı bizi bu həyatda sağlam edir, qoruyub saxlayır ki, bunu da təbiət özü, iki elementi təbiət özü qoruyub saxlayır. Further, the air we breathe and the wood we use for various purposes are a gift of natural event. Və aldığımız nəfəs, müxtəlif vasitələrlə istifadə etdiyimiz meşə bizə verilən, təbiətin bizə verdiyi purpose-ları, gift bizim üçün bir hədiyyədir. In order to protect nature, we must prevent it from danger. Təbiəti qorumaq üçün biz onu zərərlərdən, ziyanlardan qarşısını almalıyıq, ona olan zərər ziyanı. The passage is mainly about, mətn haqqında idi, an important part of mankind, bəli, bəşəriyyətin ən vacib hissəsi. Numerous poets and writers, xeyr, şair və yazılardan danışmırdı. The health lifestyle of people, insanların sağlam həyat tərzi, all kinds of damages, yox, the future generation, yox, gələcək generasiyalar. Choose a correct answer to the question according to the passage. Mətnə uyğun olaraq düzgün cavabı seçin. What do people have to do? Project nature. İnsanlar protect nature. İnsanlar təbiət qorumaq üçün nə edirlər? To make writers and poets glorify the nature. Təbiəti tərənnüm edəndə onu qorumaq olmur axı. To survive nature from harm and danger. Bəli, onu təhlükədən qoruyurlar. To stop taking care of mankind. Yox. Provide human with different things. Avoid, to prevent, yox. Neymiş? Bir dəqiqə keçək 10-cu sualımıza. Nature. Təbiət. Təbiət nədir? Ignores the human life. Bəşər həyatını ignore edir. Yox. Refuses to provide people with eating and drinking. İnsanların yemə və içməsindən imtina edir. Yox. Had existed before humans appeared on the earth. Bəli. İnsanların yer kürəsində yaranmamışdan əvvəl təbiət olub. Gives people a lot of harm and danger. Yox. İnsanlara niyə ziyan vursun ki? Consists of only mankind. Yalnız bəşəriyyətdə mümkündür. Yox. Choose a false statement according to the passage. Baxın, false deyir. Diqqətli olun false-a. The duty of people is to save nature for future generation. İnsanların vəzifəsi onları təbiəti gələcək nəsillərə ötürməkdir. Səhv deyil, bu düzdür. Nature supplies us with air and wood for various purposes. Təbiət bizi hava və meşəni müxtəlif məqsədlərlə istifadə etməyimizi təmin edir. Düzgündür. Nature surrounds people with everything they need. Təbiət insanların ehtiyacı olan hər şeylə əhatə edir. Nature makes us neither living nor non-living things. Xeyr, təbiət bizi nə canlı, nə cansız şeylər yaradır, yox. Nature provides people with different kinds of things. Okay, baxın. Which statements are true according to the passage? Mətnə uyğun olaraq hansı düzgündür?
A number of authors always glorify nature. Bəli, bir düzdür. Mankind has existed long before nature. Bəşəriyyət təbiətdən əvvəl olub. Nature provides people health lifestyle by eating and drinking. Təbiət insanlara sağlam həyat tərzi verir, içib yeyib içməklə bir üç. Living without nature is really possible. Təbiətsiz yaşamaq həqiqətən mümkündür. Mümkün deyil axı, təbiətsiz yaşayaq. 1-3. 13-ə baxırıq. There was noise sözünə diqqət yetirin. Sayılmır, ona görə də much verə bilərik. Many getdi. Much noise in the room. Evdə çox səs var. So we couldn't hear each other. Çox səs var. A little ona görə verə bilmək, baxmayaraq ki, sayılmayanlarla işlənir, ancaq tərcümə eləmək lazımdır. Çox səs olduğu üçün biz heç nə eşidə bilmirdik. 14-ə baxırıq. Julia painted some pictures at the lesson. Julia dərsdə bəzi şəkilləri rənglədi. Baxın, some pictures sözü cümləmizin tamamlığıdır. Həmişə deyirik ki, məşğul növdə tamamlığı götürürük, gətiririk əvvələ, cümlənin zamanına baxırıq. Zaman keçmiş zamandadır. Burada variantlı zamanı görə bilmədim. Aha, zaman keçmiş zamandırsa, bu zaman keçmiş zaman götürürük, ona görə be getdi, digər variantlarda keçmişdir. Some pictures sözünə baxırıq, təkdir və yaxud da cəmdə, əlbəttə ki, cəmdə ona görə xəbər tək verə bilmərik, was getdi, qaldıq burada. Verb paint olmaz, məchulur necə düzəlir, to be, üstə gələk, burada görünmür, bücədə görünmür, yazılır mı bura, ara yazaq. To be, üstə gələk, 3-cü forma. Feilin 3-cü forması olmalıdır. Baxın, C-də 3-cü forma yoxdur. Ona görə səhvdir. Düzgün cavabımızda niyə səhvdir desəz, böyle bin yanaşı olmaz. Ona görə səhvdir. 15-ə baxırıq. You park the car in front of the entrance. Girişin qarşısında maşını saxlama olar. Əlbəttə ki, olmaz. Mustn't. Tərcümə lazım idi. Haven't olmaz, don't have to'su yoxdur, must şud arasında qalırıq. Tərcümə eləməliyik ki, saxlamaq olmaz. 16-ya baxırıq. The glass of the windows. Buna diqqətli olun. Həmişə deyirəm, qeyd edirəm. Of sözünü var. Sözündən əvvəlki sözə baxırıq. Təksə tək, cəm isə cəm veririk xəbərimizi. Və burada da təklik görürük. Ona görə də cəmləri silirik. 2, 4. Glass təkdədir. Cavabımız 2, 4. Eybəndi. Carol. This girl since last year. Baxın, since var. Since hansı zamanın zərfidir? Əlbəttə ki, indiki bitmiş zamanın. Carl da təkdə olduğu üçün has known. Sibəndi. 18-ə baxırıq. You shouldn't eat a lot of chocolate. You have a toothache. Sən çoxlu şokolad yeməməlisən. Yoxsa sənin dişin ağrıyar və yaxud da if yesən, əgər yesən, dişin ağrıyar. Yaxud da əz verə bilərik. Çox yediyin üçün dişin ağrıdır. But və zəv verə bilmərik. Tərcümə ilə uyğun gəlmir. Yeməməlisən, yoxsa dişin ağrıyar. 1, 2, 4. Would you like to watch? Article baxırıq. A movie at the cinema. Bəli. Kinoteatrda bir kinoya baxmaq istəyirsənmi? Join is nədir? Overweight, bəli, Join artıq çəkildi. His parents asked him not to eat fatty food, bəli. Artıq çəkili olduğu üçün valideynlər ona deyir ki, çox yeməsin, fat yeməsin, yağlı yeməklər yeməsin. Raw, çiğ yeməkdir, well cooked, yaxşı bişmişdir, tasty, dadlıdır. Niyə yaxşı bişmiş yemək yeməsin ki? Əlbəttə ki, yağlı yemək yersə, daha da kökələ bilər. 21-ə baxırıq. Flood, fog, gale. Flood daşqındır, fog dumandır, gale isə külək növüdür, çox güclü küləkdir. A very strong wind, bəli, 3-də A-dir. Yazaq, fog dumandır, duman hardadır? S cloud yazaq, C, burada isə floodda isə B. B, C, A, hansı variantda var? A-vəndə. Hara getdi? A. This artist is known unknown outside our country. Unknown nədir? Tanınmır. Antonim istəyir, yəni məşhur sözünü istəyir. Baxırıq. Prominent, well known. Bəli, 1-3. 23-ə baxırıq. Do you go swimming?
üzməyə gedirsən. How often do you go swimming? When do you go swimming? Bəli. How much olmaz. Nə var ki, nəyi soruşuruq ki. Who'dan sonra isim olmalıdır. What do you go swimming? Olmaz. Nə deməkdir ki? Yenə who do you go swimming? Kiminlə gedirsən? Orada da with olsaydı cavab düzgün olardı. 24'e baxırıq. Be careful. Diqqətli ol. Don't hurt. Özünü incitmə. Yourself da yourselves. Özünüzü incitməyin. Əmr cümləsidir. Diqqətli ol deyir. Ona görə də qayıdış əvəzliyini ya sən özün ya da siz özünüz olacaq. 2-4. 25'e baxırıq. Pairs of synonym. Düzgün sinonimlər cərgəsini. Possible, impossible. Antonimdir. Mümkün, mümkünsüz. Cheap, expensive. Antonimdir. Damage, harm. Düzdür. Construct, build. Düzdür. Above, next to olmaz. Deməli, zərər, ziyan. Construct da tikməkdir. Build də tikməkdir. Bu qədər dərslərimiz maraqlıdırsa, onlayn dərslərimizə qoşula bilərsiniz. Əlaqə üçün kanalımda nömrəmiz var. Suallarınız varsa şərhlərə yazın. Bəyəndinizsə like edib abunə olmağı unutmayın. Hələlik.